Bakıda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin iyulun 17-sində paytaxtın Sabunçu rayonunda baş verib. 1966-cı il təvəllüdlü mübariz həmin gün təxminən saat 17 radələrində yaşadıkları evin mətbəx otağında rəsmi nikahda olan həyat yoldaşı Züleyxanın ona aqressiv formada cavab qaytarması səbəbindən mübahisə edib. Münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı o qəsdən yumruqla bir dəfə arvadının burun nahiyəsinə vurub ona xəsarətlər yetirib. Mübarizin barəsində Cinayət Məcəlləsinin 127.1-ci zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Züleyxa ilə 1995-ci ildə ailə həyatı qurub rəsmi nikahdadırlar. Birgə nikahlarından 2 övladları var. Qızım ailəlidir, bizdən ayrı yaşayır. Oğlum isə subaydır, bizimlə birlikdə yaşayır. Lakin son zamanlar həyat yoldaşım Züleyxa ilə yola gedə bilmirik. Bunun başlıca səbəbi son zamanlar spirtli içki qəbul etməyim olub. Buna görə də Züleyxa mənə irad bildirib deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə təxminən saat 17 radələrində yaşadıkları evdə olarkən arvadı Züleyxa ilə sözlə mübahisələri baş verib. Evin mətbəx otağında olarkən həyat yoldaşı mənə aqressiv formada cavab qaytardığından spirtli içkinin təsiri altında yumruqla bir dəfə onun üz nahiyəsindən vurdum. Yumruq zərbəsi Züleyxanın burnundan dəydiyi üçün o evin digər otağına keçdi və baş vermiş mübahisə sonlandı. Baş vermiş mübahisə zamanı yanımızda kimsə olmayıb deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Züleyxanın sözlərinə görə həyat yoldaşı mübariz səbəbsiz yerə son zamanlar onunla sözlə mübahisə edib. Bunun başlıca səbəbi isə mübariz son zamanlar həddindən artıq spirtli içki qəbul etməsi olub. Sonuncu dəfə təxminən saat 17 radələrində həyat yoldaşım spirtli içkinin təsiri altında yaşadığımız evə gəldi. Yenə də səbəbsiz olaraq aqressiv formada mənimlə mübahisə etməyə başladı. Mən də cavab qaytardıqda mübariz yumruq zərbəsi ilə bir dəfə burnumdan vurdu. Nəticədə burnumdan fiziki ağrı hiss etdiyimdən evin digər otağına keçdim, lakin hüquq mühafizə orqanlarına şikayət etmədim. Buna səbəb burnumda yaranan ağrının sakitləşəcəyini düşündüm. Buna baxmayaraq, həyat yoldaşım evdə spirtli içki qəbul etməyə davam etdiyi üçün ona bir daha irad bildirdim. Bu zaman mübariz evdə münaqişə yaratmağa başladığından şikayət etdim deyə təqsirləndirilən zərərçəkmiş şəxs əlavə edib. Bu cinayət işinə Sabunçu rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Paytaxtın Sabunçu rayonunda ər-arvad arasında yaranan gərginlik məhkəmə müstəvisinə qədər uzanıb. Ötən ilin avqust ayının da Sabunçu qəsəbəsində qeydə alınan hadisə ailə məişət zəminində baş verən fiziki zorakılıqla nəticələnib. İstintaq sənədlərinə əsasən 1972-ci il təvəllüdlü Vəli evinin qonaq otağında həyat yoldaşı İnarə ilə mübahisə edib. Mübahisəyə qadının ona cavab qaytarması səbəb olub. Bu zaman kişi əsəblərini cilovlaya bilməyərək qadının sol nahiyəsinə yumruqla zərbə indirib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı qanun pozuntusuna qarşı sağlamlığın qəsdən yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb, məhkəmə prosesi zamanı təqsirlənən şəxs
əməlini etiraf edərək peşman olduğunu bildirib. O, həyat yoldaşı ilə artıq barışdıqlarını, qadının ondan şikayətçi olmadığını qeyd edərək işə xitam verilməsini xahiş edir. Sabunçu rayon məhkəməsi tərəflərin qarşılıqlı barışığına nəzərə alaraq Cinayət Məcəlləsi müvafiq maddəsinə əsasən vəlinin cinayət məsuliyyətindən azad edilib. Beləliklə, onun barəsində olan cinayət təqibinə xitam verilib.